Hörmətli izləyicilərimiz, evin kupçasından əlavə torpağın da kupçası olan bütün əşyaları ilə birlikdə yaşayışlı, oturuşmuş, illərin 3 otaqdan ibarət həyət evi satılır. Bugünkü gün elə bir ərazidə yerləşir ki, bu ərazidə torpağın bir sotu artıq 20.000 manata çatıb. Dəyərli izləyicilərimiz, Masazır qəsəbəsində Zaur Həsənovla General Hakim Abbasov küçəsinin kəsişməsində asfaltdan 50 metr məsafədə marşruda, dayanacağa, məktəbə tam yaxın bir ərazidə yaşayışlı 3 otaqdan ibarət həyət evimiz satılır. Paket kupçalıdır, deməli bura qonaq otağıdır. Bibi, keç də zəhmət olmasa. Bibi, evdə şikayətin yoxdur. Bura yataq otağıdır. Şikayətin yoxdur evdən, şikayətin. Niyə satırsan? Kəndə? Hansı kəndə? Oo, Masallıya. Masallının arasına, harasına? Harasına, Masallının arasına? Hə, Şatraba. Orada mən meyxanalardan zaxtan görmüşəm oranı. Deməli, xaladenikin yeri buradır. Bura qoysalar, qəşəng geniş də mətbəxi var. Deməli, qaz, su, işıq. Qazın suyun işığı nətərdir, Bibi? Heç. Padriyat gəlir. Padriyat nə deməkdir? Hə, şikayət yoxdur. Əla, əla, Bibi. Xeyirli olsun, xeyirli olsun. 65.000 manat deyir. Super yerdir. Bu 1, 2, 3, 4, 5, 6, 7, 8 daş kürsüdədir. 8 daş kürsüdə həyətinə avtomobil daxil olan bu gördüyünüz ev satılır. Bütünlükası, kombi ayrı-ayrılıqda ehtiyatsız sənin sayğacları ideal evdir, dəyərli izləyicilər. Burada belə qiyməti ev tapmayacaqsınız. Yəqin ki, 2-3 gün içində satılar. Allahın köməyi ilə. Kim alsa, Allah xeyrin versin. Bibi Karoçi gedir Masallıya. Sağ olun.